Bəzi vaxtlar qardaşların, bacı qardaşın nifrətini anata qoyur kökünü. Ona o qədər diqqət edir, ona o qədər diqqət edir, ehtiram edir, məhəbbət göstərir. Bunda o birisine qarşı həsəd yaranır. Bu həsəd axırı uçuruma aparır bunları, bu bir. İndi amma bir fərq də heç qoyulmamalıdır ümumiyyətlə. Bəzi vaxtlar bir övlad elə bir addım atır ki, mesela yaxşı dərs oxuyub, yaxşı qiymət alıb, ata orada bir ana fərq qoyur, fərqli bir ünsiyyət qurur ki, onu təqdir eləsin, onun yaxşı işini təqdir eləsin və bunda da o dərsə qarşı bir maraq yaratsın. Bu mənada fərqlər lazımdır və olmalıdır. Ümumiyyətlə, cəmiyyətdə fərq qoyulmalıdır, yoxsa yox. Bu yanlış fikirdir, heç kim fərq qoyma. Niyə? Mesela Peyğəmbərimiz də bəzi insanlar vardı, onlar xüsusi ehtiram edirdi. Yaxşı. Hə, indi məsələn, uşaqlıqdan 2 dənə uşaqdır evdə, misal üçün də. 2 dənə oğulda, heç bunlar yetkinliyə yetişməyib. Məsələn, birini xüsusi istəyir, birini xüsusi. Ola bilər qəlbində məhəbbət birinə çoxdur, onu neyləmə, çox biruzə vermə, bu başqa söhbətdir.